Salam, vaxtınız xeyir olsun inşallah. Deməli, mən 3-cü sınağın izahını vermək istəyirəm sizə. Baxırıq suallara. Deməli, burada nədən söhbət gedir? Qısa zaman ərzində izah verməyə çalışacağam, nə qədər bacaramsa. Deməli, müəllim şagirdlərə portret çəkərkən hansı qaydaları tətbiq etmək lazımdır deyə sual soruşur. Şagirdlər bu suala hansı cavabı versələr doğru olmaz. Axıra qədər oxuyuruq sualı ki, hansı ki bir çox müəllimin etmədiyi. Doğru olmayan variantı lazımdır bizə. Deməli, portret çəkərkən ilk öncə başın ovalını və orta xəttini qeyd edirlər. A variantı. Çənə, burun, qaş və alın arasındakı məsafəni diqqət yetirirlər ki, eyni olsun. D variantında göz xətti, qaş üstü göğüsləri, burun və qulaqların olduğu hissələri qeyd edirlər. Bu portret çəkərkən bizə lazım olan nəzəri bilgilərdir ki, bunları tətbiq edirik. Amma yaxın və uzaq planlar arasındakı xətti vurğulayır. Baxın, yaxın və uzaq planlar arasındakı xətti vurğulayırlar. Bu artıq mənzərəyə aid edilir. Yəni mən mənzərə şəkli çəkərkən bunu tətbiq edirəm, amma bu portretdə heç birinin yəni yaxından uzaqdan əlaqəsi yoxdur portretlə. Deməli, doğru variantımız B variantı oldu. Helen Murun, bu 9-cu sinifdəndir. Helen Murun Tilbury limanı örtülü səngər əsəri təsviri incəsənətin hansı növündədir deyə sual soruşur və bir çox müəllim burada heykəltaraşlığı götürüb və fikirləşib ki, Helen Mur heykəltaraşdır. Deməli, hələ bu heykəltaraşa aid olacaq. Xeyr, həmin bu yəqin ki, onun oxumusunuzsa, bilməlisiniz ki, Helen Murun karyerasının dönüş nöqtəsi olub bu əsər, hansı ki, qrafika mövzusunda işləmişdi. Bunu yenidən bir də baxarsınız həmin mövzuya. B variantı olacaq qrafika. Bu da 4-cü sinifdən olan bir sualdır. Əşyalar neçənci əsrə aiddir? Bu cür suallar düşə bilər. Ümumiyyətlə, məişət əşyaları haqqında adını soruşa bilərlər, materialını soruşa bilərlər, miqdə neçənci əsrə aid olduğunu soruşa bilərlər və s. Ona görə hər birinə diqqət etməliyik. 19-cu əsrə aiddir, hansı ki, Gəncə miskərləri hazırlamışdı bu əşyaları. Və uyğunlaşdırın. Baxırıq, uyğunlaşdırın, nəyə uyğunlaşdıraq, necə uyğunlaşdıraq. Deməli, 4 dənə əsərdir, amma 6 dənə rəssamdır, bunları seçməliyik. Və çiçəklənən bağ, təbii ki də Səttar Bəhluzadəyə aiddir. Çiçəklənən bağı əgər bilirsinizsə, digərlərini bilməsəz belə, A variantı. 1A. Və salam, biz onu seçdik. Artıq bilirik ki, bahar çiçəkləyən alma ağacları kimə aiddir? Burada İsaq Levitan. Daha sonra çiçəkləyən süsənlər Van Gogha aiddir. Daha sonra burada çiçəkləyən badam ağacları da burada Fərhad Xəlilova aiddir. Arxa fondakı o xoruz səsinə, nə bilim, inək səsinə görə də üzr istəyirəm. İndi bu dəqiqə mən kənddəyəm. Ona görə bu hallar baş verə bilər. Üzrlü sayın. Deməli, doğru variantımız B variantı oldu. Kamil Əliyevin yaratdığı xalçaların mərkəz hissəsinin dekorativ kompozisiya həllində əsasən klassik ornamental xalça kompozisiyalarından olan hansı naxışlardan istifadə edirdi? Baxın, bu sual ümumiyyətlə kitablarda, dərslikdə yoxdur, amma metodik vəsaitdə var. Çox insan, çox müəllim bunun cavabını səhv eləmişdi. Doğru variantımız C variantı olacaq ki, metodik vəsaitin 7-ci sinifin metodik vəsaitində var ki, mən bunu konspektləşdirilmiş bir şəkildə toparlamışam. Yəni ancaq tələbələrlə bölüşürəm. Deməli, burada C variantımız olacaq. Bunları da yəni oxumaq lazımdır. Çünki keçən il 24-cü ildə MİQ imtahanında metodik vəsaitlərində sual düşmüşdü. Ona görə mən artıq sınavlara da oradan suallar qoyuram. Müəllim şagirdlərə xitab edərək soruşur. Müəllim şagirdlərə xitab edərək soruşur. Spektrin 4-cü rənginin tərkib hissəsi hansı rəngləri təşkil edir? Şagirdlər sualı hansı cavabı versələr yanlış olar. Diqqətlə baxırıq, yanlış variantı axtarırıq. Yəni, müəllim soruşur ki, 4-cü rəng tərkib hissəsi nədir? Uşaqlar, indi baxırıq 4-cü rəngi necə tapaq? Demişdim, ardıcılığı, qarı nənə sarı yubqa geyəndə madmazelə bənzəyir, bu sözünü yadda saxlayırıq. Deməli, qarı nənə, sarı, yaşıl. Deməli, yaşıl rəngin tərkib hissəsini hansı rənglər təşkil edir? Baxırıq variantlara, əsas rənglər təşkil edir, bəli. Hansı ki, bu əsas rənglər həm istidir, həm soyuq rəngdir.
və bu həmin əsas rənglər göy və sarı rənglər təşkil edir. Deməli A, B, C bunlar hamısı doğrudur. Yanlış variantımız qırmızı və sarı rənglərdir ki, bu da narıncı rəngin tərkibini təşkil edir. Deməli doğru olmayan variantımız, yəni yanlış olan testin doğru cavabı D variantıdır. Daha sonra hansı fikir yanlış hesab edilə bilməz? Yanlış hesab edilməyən, yəni doğru variant axtarırıq, hansı ki doğrudur. Deməli, Sezan romantik dövründə işıq hava mühitinin zərif keçidi və daha işıqlı rəng qamması xarakterlikdir. Xeyr, bu romantik dövrünə aid deyil, bu aiddir impressionizm dövrünə. B variantına baxırıq. Picasso'nun konstruktivizm dövrü iri formaların və ciddi kompozisiyaların harmonik uyğunluğu ilə fərqlənir. Bu Picasso'nun konstruktiv dövrü deyil, bu Sezanın konstruktiv dövrüdür. Ümumiyyətlə Picasso'da konstruktiv dövr yoxdur. Daha sonra Picasso'nun sintetik dövrü natrimotlar, müxtəlif ölçülü ləvazimat və meyvələrlə yüklənməsi ilə seçilir. Bu da Picasso'nun yox, Sezanın sintetik dövrüdür. Çünki Picasso'da sintetik kubizm dövrüdür. D variantına baxırıq. Picasso analitik kubizm dövründə hər bir detalın dəqiq ifadəsindən imtina etmişdir. Burada da yanlışdır. Daha doğrusu burada yanlış hesab edilməyən doğru variantı axtarırıq. Bu da D variantıdır ki, Picasso analitik kubizm dövründə hər bir detalın dəqiq ifadəsinə imtina etmişdir. Mənim də beynim gedir bu xoruzun falan əlindən. Deməli, doğru variantımız, yəni testimizin doğru variantı D variantıdır. Yəni analitik kubizm dövründə hər bir detalın dəqiq ifadəsinə imtina etmişdir. Orada necə idi? Yəni tək-tək detallara nisbətən anlamaq olurdu ki, həmin dövrdə o nə çəkib. Digərləri isə yanlışdır. Yəni səhvdir. Amma bir dənə bu D variantı yanlış hesab edilmir. Yəni doğrudur. Deməli, müəllim inan ki, hərdən öz testlərimdə belə izah edərkənmi deyim, işləyərkənmi deyim, çətinlik çəkirəm. Çünki beyin o qədər yüklənəndə tam ayırd eləmək olmur. Ona görə beyin rahat şəkildə yüklənmədən, yorulmusunuzsa test işləməyin ümumiyyətlə. Müəllim şagirdlərə təsviri incəsənətin rəngkarlıq növündə şəkil çəkməyi tapşırır. Şagirdlər bu tapşırığı yerinə yetirmək üçün hansı vasitələrdən istifadə etməlidirlər? Rəngkarlıqda nə tətbiq olunur ümumiyyətlə? Yağlı boya, tempera, akril. Temperanda soruşurlar. İndi tam olaraq bunun tərifini verilməyib. Tempera yumşaq, bu 5-ci sinifdədir. Deyəsən köhnə 5-ci sinifdə. Biz necə bir boyadır? Yapışqan maddəli bir boyadır. Elə rəngkarlıqda istifadə edilir. Akril də həmçinin yağlı boyanı əvəz edən bir boyadır. Məsələn, 23-cü ildə sual düşmüşdü ki, şagirdin ketanın üzərində şəkil çəkir, yağlı boyayla çəkir və yağlı boyası yoxdur. Nə ilə onu əvəz etməlidir? Akril yazılmışdı orada, sonra akvarel, guaş yazılmışdı, kömür və s. Bu akril olacaqdır. Yəni yağlı boyanı əvəz edilə bilər. Deməli burada C variantımız doğru variantdır. A variantına baxırıq. Tuş, sadə karandaş, pastel, guaş bunlar qrafikada istifadə edilir. Saplarla tikmə bu dekorativə aid olacaq. Kömür, flomaster bunlar da qrafikaya. Akvarel, flomaster, pastel, guaş, sadə karandaş bunlar da yenə qrafikaya aid olur. Deməli, C variantımız doğru variantdır ki, rəngkarlıqda bu vasitələrdən istifadə edilir. Hərəkətin istiqaməti tabloda neçə cür təsvir oluna bilər? Burada demişdim, keçən dəfəki testdə də var idi bu sual fərqli formada. Bu 3 olacaq, çünki bu 5-ci sinifdə də var, köhnə 5-ci sinifdə. Sırf köhnə 5-ci sinifdən sual qoymaq belə, necə deyim, 5-ci sinifdə var deyə qoymamışam. Sadəcə təsvir qaydalarını təsvir qaydalarına aiddir deyə sual. Ona görə bunu qoymuşam ki, yəni hər kəs bilməlidir. Birdən düşsə miqər ki, biləsiniz ki, hərəkətin istiqaməti tabloda 3 cür təsvir oluna bilər. Bu sağa və sola bu bir istiqamət sayılır. Tablonun dərinliyinə doğru 2 istiqamət və tablonun dərinliyindən tamaşaçıya doğru bu da 3 istiqamət. Yəni artıq 3 dənə deməli istiqamətdə təsvir oluna bilər hərəkətin təsviri. Deməli, ona baxırıq. Təsviri sənətin fərqli janr və növlərində işləmiş, müxtəlif texnikalardan, dekupajdan istifadə etmiş. Bu rəssamın əsərini variantlarda tapın. Bunu da bilirik ki, müxtəlif texnikalardan istifadə etmiş, dekupajdan istifadə etmiş əsərlərində Anri Matisdir. Və Anri Matis'in əsərlərinə baxırıq. Qurbağa Gölü Renoir'ındır, Laləli Çəmənlik Claude Monet'indir, Ulduzlu Gecə Van Gogh'undur, Həyatın Sevinci isə Anri Matis'in əsəridir.
Müəllim şagirdlərə belə bir sual ünvanlayır ki, Firon Tutanxamonun sinə bəzəyi hansı simvolları özündə cəmləşdirib? Hansı simvolları özündə cəmləşdirib? Şagirdlər sualı hansı cavabı versələr doğru olmaz. Bəzi müəllimlər sualı bura qədər oxuyur. Sadəcə bu sualı oxuyur. Firon Tutanxamonun sinə bəzəyi hansı simvolları özündə birləşdirib? Mən əgər lazım olsaydı heç burada müəllim şagirdlərə falan bu sualları verməzdim. Sadəcə elə bu sualı yazardım sizə və soruşardım, variantlar qoyardım. Amma deyirəm ki, şagirdlər sualı hansı cavabı versələr doğru olmaz. Onu tapırıq. Doğru olmayan. Və baxırıq A variantına. Gecə və gündüz simvolu, əbədi həyat nişanı, müqəddəs böcək, sülh günəşi tanrısının simvolu, doğrudur, bəli. Qüdrət nişanı, gözəllik və əbədi həyat simvolu, düzdür. Ölümdən sonrakı dirçəliş və fəlakətdən müdafiə edən simvol, hakimiyyət simvolu, bunlar hamısı Tutanxamonun sinə bəzəyini özündə cəmləşdirib. Amma uzunömürlük simvolu və lotus və qamış simvolu, bunlar isə uzunömürlük simvolu, belə deyim də, ağdurna idi ki, uzunömürlük simvolu sayılırdı. Lotus və qamış isə Misirin dövlət rəmzi idi. Deməli, C variantımız doğru variantdır. Müzəffər Əlinin məişət janrında çəkdiyi təsvirlərdə insanlar hansı geyimdə təsvir olunur? 7-ci sinif mövzusudur, bu 5-ci sinifdir, bu 8-dir. Deməli, bu 7-ci sinif mövzusudur ki, Müzəffər Əlinin məişət janrında çəkdiyi təsvirlərdə insanlar ənənəvi geyimdə təsvir olunub. 13-ə baxırıq. Müəllim şagirdlərdən insanların gündəlik məişətdə istifadə etdikləri əşyaların rəsmini çəkməyə tapşırır. Şagirdlər hansı janrda təsvir yaratmalıdırlar? Baxın, çox müəllim burada, həddindən artıq çox müəllim, hətta 90% səhv cavabı götürüb, məişət götürüb. Niyə məişət? Çünki burada insanların gündəlik həyatı, gündəlik məişətdə yazmışam deyə elə bilirlər ki, budur. Yəni bir dənə deyəsən bu cümlənin ön hissəsini oxuyublar, sonunu çatmayıblar və ya bilmirəm necə oxuyublarsa, yəni diqqət etməyiblər. Burada natilmoddan söhbət gedir. Çünki nəyi tapşırır? Əşyaların rəsmini çəkməyi tapşırır. Gündəlik məişətdə istifadə elədiyimiz, gündəlik həyatda istifadə elədiyimiz əşyalar hansılardır? Məsələn, yemək bişirdiyimiz bu qablardır, qazandır, kasturka, belə şeylər. Və onun şəklini çəkiriksə, bu da janr hansına aid edilir? Natilmod janrına aid edilir. Deməli, Kandinskinin əsərlərində rənglər xüsusi məna daşıyırdı, yanlış olanı seçirik. Ağ dirçəliş idi, qara həyatın sönməsi, qırmızı cəsurluq, yaşıl, özünü qurban vermə, ümumiyyətlə yaşıl haqqında orada məlumat yoxdur, sadəcə 3 rəngdir. Özünü qurban vermək zaten elə qırmızıya aiddir. Yaşıl yanlış variantdır. Deməli, 15-ə baxırıq. 15-ci sualda şəkillər verilib. Uyğunlaşdırmalıyıq. İllüstrasiya, inkrustasiya və instalyasiya. İnstalyasiya 7-ci sinif mövzusudur. İllüstrasiya ilə 3-cü sinif, 2-ci sinifdə də var və inkrustasiya 6-cı sinifdir. Mən burada 3 dənə sinifi birləşdirmişəm. Yəni bütün sinifləri əhatə edir bu sual demək olar. Bütün siniflər deyəndə 2, 3, eyni zamanda 6 və 7-ci sinifləri. Bu şəkil kitabda yoxdur. Amma əgər biz instalyasiyanın nə olduğunu, tərifini biliriksə, deməli onu istənilən belə bir şəkillərdə ayıra bilərik ki, bu nədir ümumiyyətlə. Bu instalyasiyadır ki, hansı ki onu çəkmirlər, onu quraşdırırlar müəyyən. Fəza kompozisiyasıdır belə deyək. Gördüyünüz kimi kölgələrlə çox maraqlı bir əsər alınıb. Eyni zamanda 7-ci sinifdə də Şərq şəhəri, Rəşad Ələkbərovun Şərq şəhəri əsəri verilmişdi. Deməli, illüstrasiya 2A olacaq, 1C olacaq. 1C, 2A, 1C, 2A. 3-də də inkrustasiya B. Deməli, doğru variantımız C variantı. Müəllim şagirdlərə elə bir rəng deyin ki, həmin rəngin tərkib hissəsi həm isti, həm soyuq rəngləri təşkil etsin, amma rəngin özü soyuq rəngi olsun. Şagirdlər suala hansı cavabı versələr, doğru olar. Deməli, elə bir rəng deyirik ki, həmin rəngin tərkib hissəsi isti və soyuq rəngləri təşkil edir, amma rəngin özü soyuq olur, isti yox. Bu da yaşıl rəngdir ki, baxın, qəhvəyi rəng özü istidir, narıncı da istidir, çəhrayı soyuqdur, amma həm isti, həm soyuq rəngləri təşkil etmir. Sadəcə yaşıl həm isti, həm soyuq rəngləri təşkil edir, özü də soyuq rəngdir. Ikebana
üsulu ilə hazırlanmış kompozisiya neçə əsas elementi birləşdirir və adətən neçə gül budağından ibarət olur. Bu da 4-cü sinifin metodik vəsaitindədir ki, burada 3 dənə elementi birləşdirirlər və 3 gül budaqdan ibarət olur. Yəni metodikdən bir sualdır. Fərqli olan hansıdır? Fərqli olan, yəni məntiq fərqi olan hansıdır? Kimin məntiqi burada belə deyim də yaxşı işləyəcəksə, məntiqi çalışırsa buna cavab verəcək. Ambroz Volların portreti bu Picasso-nun deməli analitik kubizm dövründə çəkdiyi əsərdir. Masada meyvələrlə natürmort, bu da onun Picasso-nun sintetik kubizmdə çəkdiyi əsərdir. Olqanın kresloda portreti, bu da klassizm üslubunda çəkdiyi, yəni klassizm dövründə çəkdiyi əsərdir. Amma alma, şaftal, armud və üzüm bu isə Paul Cézanne'ın konstruktivizm dövründə çəkdiyi əsərdir. Yəni məntiq fərqi harda oldu? Bunlar hamısı A, B, C aid oldu Picasso-nun dövrlərinə, amma D variantı oldu Cézanne'ın dövrlərinə. Yəni məntiq fərqi budur. Deməli, müəllim şagirdlərə elə bir rəsm çəkin ki, onun kompozisiyası müxtəlif səthlərdən, rəngli hissələrdən, xəttlərdən ibarət olsun deyə tapşırıq verir. Şagirdlər hansı üslubda rəsm çəkməlidirlər? Maşallah, bizim də qoyunlar, xoruzlar, inəklər səslərini kəsmirlər. Deməli, burada doğru variantımız nə olacaq? Abstraksionizmdir ki, onun belə deyim də tərifində nə deyir? Onun kompozisiyası müxtəlif səthlərdən, rəngli hissələrdən, xəttlərdən ibarət olurdu ki, bu da abstraksionizm üslubuna aid edilir. Deməli, gəlirik 20-ci varianta. 1, 2 və şəkil haqqında doğru fikri müəyyən edirik. Doğru fikir hansıdır? Deməli, baxırıq. Düzdür, bunu verilməyib, kitabda bu yoxdur, amma biz bilirik ki, ümumiyyətlə bu müəyyən edirik. Pilək tikmədir. Bu şəkil isə təkəlduzdur ki, rəngarəng hesablarla tikilir, simmetrik kompozisiyadır, bitki və quş təsvirləri var. Yəni, bu cür müəyyən edirik ki, o təkəlduza aiddir. Və kompozisiyalarda dalğavari sınıq xəttlərdən istifadə olunub. Bu güləbətinə aiddir. Bunu ümumiyyətlə çıxırıq. Parça üzərində rəngarəng hesablarla işlənir. Bu təkəlduza aiddir. Deməli, birinci A variantında verilən birinci güləbətinə aiddir. İkinci təkəlduza. Bu da düzgün deyil. B variantına baxırıq. Mahir Gəncə sənətkarlarına məxsusdur. Xeyr, təkəlduz Şəki sənətkarlarına məxsusdur. Simmetrik kompozisiya bir-birinə sarmaşan bitki və quş təsvirləri. Bu da təkəlduza aiddir. Bu da düzgün deyil. C variantına baxırıq. Nəbati motivlər, müxtəlif quş və heyvan təsvirləri bu pilək tikməyə aiddir. Mahir şəkil ustalarına məxsusdur. Bu isə təkəlduza aiddir. D variantına baxırıq. Kontrastlığı relyef konturları ilə fərqlənir. İkinci variant isə dairəvi metal lövhəciklər. Deməli, doğru variantımız D variantı olacaq ki, burada bir kontrastlıq relyef konturları ilə fərqlənir. Bu təkəlduza aiddir. Dairəvi metal lövhəciklər isə pilək tikməyə aiddir. Picasso-nun mavi dövrünün əsas xüsusiyyəti nə idi? Parlaq rənglər, qəmgin mövzular və soyuq tonlar, tarixi mövzular, qarışıq və dinamik kompozisiyalar. Bu da qəmgin mövzular və soyuq tonlar olacaq ki, bilirsiniz ki, orada ana və uşaq təsviri var və göy rəng, yəni soyuq rənglər üstünlüyü təşkil edir. Rəng kontrastının dahi sənətkarı təbii ki də bilirik ki, bu Ejen Delacroix'dır. Hər hansı bir forma ilə hüdudlanır. Təbii ki, açıq, daha doğrusu qapalı kompozisiya hər hansı bir forma ilə hüdudlanır. Necə ki, bu 5-ci sinif mövzusudur burada. Orada verilib. Məsələn, qapalı kompozisiya əşyanın formasına uyğun quruluşa malikdir. Deməli, doğru variantımız C variantı olacaq. İskənə aləti təsvir incəsənətin hansı sahəsində istifadə olunur? Hansı sahəsidir bu? Ümumiyyətlə, iskənə alətindən nə inirlər? Ağacı oyurlar. Bu da 5-ci sinif mövzusudur. Ağac iskənə aləti ilə oyulur. Ağac oyma isə hara aiddir? Təbii ki də dekorativ tətbiqi sənətə aiddir. C variantımız doğrudur. Hansı texnika ilə işlənib? Şəkli yaxınlaşdıram sizə. Baxın, şəklə baxan kimi bilinir ki, bu, yəni sudan çox istifadə olunub. Görürsünüz, burada əməl başda su var. Sudan çox istifadə olunub. Bu quaş, dekupaj, impasto ola bilməz. Bu ancaq akvarel ola bilər ki, sudan çox, boyadan az istifadə olunur. Deməli, 28-ci
Əsərə suala baxırıq. Müəllim şagirdlərə həndəsi motivli xalça təsvir edin deyə tapşırıq verir. Həndəsi motivli xalça. Şagirdlər hansı naxış elementlərindən istifadə etməlidirlər? Həndəsi motivli xalça təsvir etmək üçün hansı naxışlardan istifadə etməlidirlər? Baxın, dəvə və əjdaha var burada. Xeyr, bu artıq zoomofa gedəcək. Yəni heyvan təsvirləri, ördək və tovuz quşu da həmçinin, bitki və şirimcili bunlar da nəbatiyə gedir. Çəngəl və damğa bu olacaq həndəsi motivli xalça. Arxa fondakı səslər üçün üzr istəyirəm yenidən. Deməli, 27-ci suala baxırıq. Vərəq üzərində rəsmin kompozisiyasının işlənilməsi ardıcılığı müəyyən edin. Bu da 8-ci sinifdən bir sualdır. Claude Monet'nin, daha doğrusu Edward Monet'nin həmin o mövzunun sonunda verilib. Burada da baxırıq, əşyalar birinci seçilir. Mütləq birinci əşyalar seçilir. Yəni biz birinci seçirik ki, hansı əşyaları çəkirik. Bunu seçirik. Yəni bu natriumodun qurulmasından söhbət gedir. Real olaraq qurulub, naturadan o şəkli vərəq üzərinə yerləşdirməkdən söhbət gedir tam olaraq. Yəni ən başdan. Əşyaları birinci seçirik. Əşyalar seçilir. Daha sonra natriumoddakı bütün əşyaların ən yaxşı göründüyü nöqtə müəyyənləşdirilir. D variantı. 4-cü. Birinci əşyanı seçirik. Hansı əşyaları seçəcəyik onu seçirik. Sonra natriumoddakı bütün əşyaların ən yaxşı göründüyü nöqtə müəyyənləşdirilir. Baxaq görək bunu hardan çəkə bilərəm? Sağdan, soldan, ortadan necə çəkə bilərəm ki, daha yaxşı görə bilim o naturanı. Daha sonra 3-cü son kompozisiya axtarışları birbaşa natriumodun qurulması üzərində aparılır. Hansı ki, nəyi götürürük, nəyi əlavə edirik, əşyaların yerini dəyişirik. Daha sonra çəkiləcək kompozisiyaya uyğun olaraq kağızın formatını şaquli və ya üfüqi vəziyyətdə seçirik. Aha, natriumodu artıq qurduq. Yəni necə vərəq üzərində yox, sadəcə belə qurmuşuq naturadan. İndi kağızın formatını seçirik ki, bu qurduğumuz natriumod hansı formatda çəkilməlidir? Ya üfüqi, ya şaquli. Daha sonra əşyaların suryetini vərəq üzərində yüngül xətlərlə çəkirik. Daha sonra da ton və işıq həllini tapırıq. Bu qədər sadə. B variantımız doğrudur. Şeyx səhvi xalçasının orta sahəsində nə yerləşir? Şeyx səhvi xalçasının orta sahəsində yerləşir. Medalyonlar yerləşir. Həndəsi formalı göllər Bakı xalçasına aid olacaq. Hind toyuğu Quba xalçasına aid olacaq. Bitki və heyvan təsvirləri isə olacaq Suma xalçasına aid olacaq. Deməli, doğru variantımız B variantıdır. 29-cu sualda deyir, hansı heykəltaraşlıq nümunəsinə aiddir? Təbii ki də bu Fuad Əbdürrəhmanovun dəzgah heykəltaraşlıq növündə yaratdığı bir heykəldir ki, bu da dəzgaha aid ediləcək. 8-ci sinif mövzusudur. Bu 5-ci sinifdir. Bu 8-dir. Daha sonra müəllim şagirdlərə o hansı rəngdir ki, sarı rənglə qarışanda yaşıl rəngi, qırmızı rənglə qarışanda bənövşəyi rəng əmələ gətirir. Şagirdlər suala hansı cavabı versələr doğru olar. Yəni şagirdlər bu suala hansı cavabı verməlidirlər deyə soruşur. Təbii ki də bu da göy olacaq ki, deməli, bu göy rəngdir ki, sarı rənglə qarışdıranda yaşıl rəng olur, qırmızı rənglə qarışdıranda bənövşəyi rəng olur. Deməli, dekupaj texnikasında dekorativ əşya yaratmaq hansı ardıcıllıqla olmalıdır? Dekupajda biz keçmişik 8-ci sinifdə Andrematizm mövzusunda və orada da sonunda sənətkar məsləhəti deyə bir yer var. Onlara da diqqət etmək lazımdır. Həmin o sual buradandır. Yəni, bəzi suallar sizdə tanış gəlməyə bilər. Yəqin ki, diqqət etməmisiniz, amma mən kitabdan, metodikdən kənara çıxmamışam. Demək olar ki, dərslikdən metodikdən kənar çıxılmayıb. Deməli, dekupaj texnikasında əşyanın hazırlanması hansı ardıcıllıqla olur? Birinci, lazım olan səthi hazırlayırıq. Yəni, nəyə bəzək verəcəksə, nə edəcəksə, onu düzəldəcəksə, lazım olan səthi hazırlayırıq. İkinci, deməli, A ilə D getdi. Qaldı B ilə C. Düzdürmü? B ilə C. İkini seçmişik, lazım olan səthi hazırlayırıq. Daha sonra salfetli naxışı və ya parçanı götürürük. Naxışları səthə yapışdırırıq. Daha sonra məmulatı quruduruq və üzərinə lak çəkirik.
Baxın, bax burada 2 varsa, yəni tam deyək ki, olar bilmirsiz. 2-ni lazım olan səthi götürdük. Daha sonra baxırıq bunların axırıncısı variantına 3-dür, birində 4-dür, düzdürmü? Axırıncı birində 3 verilib, birində 4. Həmin o 3-lə 4-ü baxırıq. Axırıncı nə ola bilər? Məmulatı quruduruq və üzərinə lağ çəkirik. Bu təbii ki də sonuncu etdiyimiz şey olacaq ki, bu da yəni necə deyim, artıq bitmiş nöqtəsidir. C variantımız doğru variant olacaq. Yenə də kitabda axtarın bunu. Və gəlirik əsas məsələyə. Çox adam burada səhvlər eləyib əsərin təhlili ilə bağlı. Ümumiyyətlə əsərin təhlili haqqında hərdən soruşurlar ki, müəllim bunu hardan öyrənək, necə öyrənək? Kitabda bu barədə yoxdur və s. Kitabda bu barədə var. Laləli Çəmənliyin təhlili var, Paul Gauguin'in əsərinin təhlili var, Avar çəkənlər əsərinin təhlili var, Kandinskinin əsəri var, Van Gogh'un əsəri var ki, onların təhlili verilib. Onları da təhlilini etmək üçün nəyi bilmək lazımdır? Hansı texnikada işləndiyini, əsərin hansı növdə, təsviri sənətin hansı növündə, hansı janrında olduğunu, əsərin müəllifi haqqında, onun üslub texnikası haqqında məlumatımızın olduğunu, üfüq xətti, rəng bilgilər, rəng tərkibləri haqqında məlumatımızın olduğu, yəni bu bilgilərə sahib olmalıyıq ki, əsəri təhlil edə bilək. Amma elə insanlar var ki, bilgilər sadəcə əzbərdən ibarətdir, tətbiqə gələndə onun çətinlik çəkilir, ümumiyyətlə heç tətbiq edə bilmirlər. Bilgilər sadəcə beyində var, onun tərifini öyrəniblər və deyirlər. Amma tətbiq yoxdur. Ona görə də artıq MİQ imtahanı bizdən praktik olaraq bilgilərimizi necə deyim, əzbərdən yox, nə dərəcədə qavramışıq, onu belə deyim də yoxlamaq istəyir. Ona görə də bu tip suallar çox olacaq. Çalışıram ki, sınaqlara da bunları əlavə eləyim. Deməli, gəlirik əsərin təhlili haqqında verilənlərdən hansı yanlışdır? Bəzən heç bu şərti də oxumadan keçirlər variantlara ki, doğru təhlil axtarırlar. Oxuyuruq ki, əsərin təhlili haqqında verilənlərdən hansı yanlışdır? Deməli, hamısı doğru olacaq əsərin təhlili haqqında, bir dənəsi yanlış olacaq. Həmin onu tapmalıyıq. A variantına baxırıq. Əsər, əvvəlcə bunu belə eləyək, həm əsəri görürük. Bəli. Deməli, əsər kənd həyatını, kollektiv iş rejimini, prosesini və əməksevərlik kimi milli dəyərləri tərənnüm eləyir. Bu, Azərbaycan xalqının həyat tərzi və təbiət sevgisi vurğulayan bir motivdir. Bəli, burada səhv bir şey yoxdur. Kənd həyatıdır, kollektiv iş prosesidir, əməksevərlikdir, Azərbaycanın yəni həyat tərzi demək olar burada, təbiətə sevgisi vurğulanır. Burada hər şey qaydasındadır. Yəni əsərdə görürsüz. Çox maraqlı bir əsərdir bu. Sadiq Şərifzadənin üzüm yığımı əsəridir və məişət janrındadır. Gəlirik B variantına. Əsərdə mərkəz obraz qırmızı geyimli qadın. Bəli, əsərin mərkəzi obrazı ön plandadır və diqqəti cəlb edir. Bəli, birinci əsərə baxanda elə o qırmızı geyimli qadın diqqəti cəlb edir. Onun ətrafında digər insanlar təsvir olunur. Bu da kollektiv iş mühitini göstərir. Düzdür, ətrafındakı insanlar kollektiv iş rejimini göstərir, mühitini göstərir və kompozisiyada həm xətti, həm də hava perspektivi tətbiq olunub. Bəli, həm hava, həm də xətti perspektiv. Hava perspektivini göstərək, məsələn, yaxında olan bütün hər şey daha dolğun təsvir olunub, amma uzaqdakılar gördüyünüz kimi daha solğundular. Ağacda olanlar da yəni daha solğundur, yaxında olan ağac tündür və eyni zamanda xətti perspektiv, uzaqda olan fiqurlar, yəni buradakı insanlar kiçik təsvir olunub, amma yaxındakılar böyük təsvir olunub. Bu da xətti perspektivi göstərir bizə. Deməli, bu da doğru variantdır. C variantına baxırıq. Əsərdə yalnız isti və azacıq yarımtonlarla lokal rənglərə üstünlük verilib. Bu yanlışdır, bu cümlə. Niyə? Çünki yalnız isti rəng yoxdur burada. Həm isti, həm də soyuq rənglər var. Baxın, isti bunlardır, bunlar. Eyni zamanda soyuq rənglər də var. Ağaclar yaşıl, göy rənglər də üstünlük təşkil edir və s. Yəni, əsərdə həm isti, həm də soyuq rənglər üstünlük təşkil edir. Əsərdə üfüq xəttinin göz səviyyəsinə aşağıda yerləşməsi perspektiv dərinliyi yaratmaqla əsərin kompozisiyasını zənginləşdirir. Üfüq xəttindən söhbət gedir burada. Üfüq xətti deməli, göz səviyyəsindən yuxarıda yerləşir. Amma burada yazıb ki, üfüq xətti göz səviyyəsindən aşağıdadır. Deməli, yanlış olan variant C variantıdır ki, bizim burada üfüq xəttimiz, baxın, bu xəttdir.
Bilmirəm nə dərəcədə görə bilirsiniz. Bu üfüq xətti burada yerləşir ki, bu da şəklin yuxarı hissəsindədirsə, deməli üfüq xətti yuxarıda yerləşir. Burada heç bir çətinlik yoxdur üfüq xəttini ayırmaqda. Bəziləri çətinlik çəkir, üfüq xəttinin nə olduğunu soruşursan bilir, amma tətbiq yoxdur. D variantında deyir, əsərdə arxa planda təsvir edilən fiqurlar, hansı ki göstərdim bayaq, onlara solğun təsvir olunması ön plandakı insan fiqurlarının daha qabarıq və realist görünümünü təmin edir. Bəli, əgər biz arxa planda olan solğunluğu təsvir etməsək, ön plandakılar lap qabağa çıxmaz, yəni realist görünməz. Yəni bu da doğru variantdır. C variantımız yanlışdır. Hansı səbəbə görə? Burada yalnız isti rənglər deyil, həm soyuq, həm isti rənglər var. Lokal rənglər deyil. Artıq burada kontrastlıq var. Rənglər dəyişib. Yəni müxtəlif çalarları var rənglərin. Eyni zamanda üfüq xətti göz səviyyəsindən yuxarıda yerləşir. Bu səbəbə görə C variantı səhvdir. Rəngkarlıqda dərinliyi yox edən bu rəssamın hansı cərəyanın təməlini qoydu? Hansı cərəyanın təməlini qoydu? Dərinliyi yox edən bu rəssam Andre Matisse-dir və o da bilirsiniz ki, favizmin təməlini qoyub yaşıl şlyapalı qadın əsəri ilə. Bu qədər sadə. Yenə də gəlirik bu üfüq xətti mövzusuna. Üfüq xətti göz səviyyəsindən harda yerləşir, soruşur. Bunda da çətinlik çəkiblər müəllimlər. Hətta solda yerləşir, nə bilim aşağıda yerləşir, göz səviyyəsində yerləşir. Üfüq xəttini bu xəttin zənn edən insanlar var. Yəni çox, nə bilim, əslində həmin o müəllimlər bilirlər üfüq xətti nə deməkdir. Üfüq xətti üst səviyyədə olur, göz səviyyəsində, göz səviyyəsindən yuxarıda, aşağıda bunu deyir. Amma yenə də bunu ayırd eləyə bilmir ki, burada. Xətt gördüyünüz kimi, baxın, xətt budur. Hansı ki, səma ilə dənizi ayırır. Yəni, uzaqlara baxanda bizə elə gəlir ki, yerlə göy ayrılıb, yəni bir-birindən ayrılıb. Yerlə göy birləşir, belə deyək. Uzaqdan baxanda bizə elə gəlir ki, yerlə göy birləşir. Buna nə deyirlər? Üfüq xətti deyirlər. Həmin o xətt də yuxarıda yerləşdiyinə görə bu əsərində, bu sualın da cavabı üfüq xətti göz səviyyəsindən yuxarıda yerləşməsidir. Vəssalam, göz səviyyəsinin, baxın, üfüq xətti göz səviyyəsindən aşağıda yerləşsəydi, o xətt burada olacaqdı, bax. Həmin bu xətt, burada verilən xətt aşağıda olacaqdı. Göz səviyyəsində olsaydı ortada olacaqdı. Yəni, doğru variantımız C-dir. Mis və rezervuar, mis və şüşə rezervuar aləti dekor tətbiq sənətinin hansı sahəsində istifadə olunur? Qobelin, şüşə emalı, batika, duluçuluq. Deməli, bu harda istifadə olunurdu? Şüşə emalında bəziləri şüşə emalı götürüb. Mis və rezervuar aləti batika, soyuq batikada istifadə olunurdu ki, bu da dekor tətbiq sənətə aid edilir və batika sahəsində istifadə olunur. Şüşə emalı deyil. Və baxırıq. Deməli, bu 5-ci sinif mövzusudur. Bu 36 isə 7-ci sinif mövzusudur ki, burada nədən söhbət gedir? Bucaq və frontal perspektivdən söhbət gedir. Onların sxemini də orada veriblər. Yəni, gördüyünüz şəkildə deyir, hansı nə görürsünüz, hansı perspektivi görürsünüz burada. Bilirik ki, yəni frontal perspektivin bir dənə qovuşma nöqtəsi var. Bucaq perspektivin 2 qovuşma nöqtəsi var. Xətti perspektivdə bilirsiniz ki, məsafədən asılı olaraq forma və ölçülərin dəyişməsidir. Hava perspektivi isə rəng nisbətinin dəyişməsidir. Baxın, burada bucaq perspektivindən söhbət gedir. Niyə? Çünki burada 2 dənə qovuşma nöqtəsi var. Plus, baxın, burada bucaqdan söhbət gedir. Yəni, görürsünüz ki, burada bucaq var. Bucaq. Gördünüzmü? Tin görsənilir burada. Deməli, bizim variantımız B variantı olacaq. Çox yoruldum həqiqətən. Deməli, baxırıq bura. Rəssamın uşaqlığı neft qoxulu Xəzər sahilində keçib, illər sonra gənc rəssam neftçilərlə birlikdə dənizə çıxır, onların əməyini müşahidə edir. O, neftçilərin dənizdəki təbii fəlakətlərə qarşı nə qədər cəsarətli olduğunu görürdü. Söhbət hansı rəssamdan gedir? Söhbət Maral Rəhmanzadədən gedir ki, bu da 2-ci sinif mövzusudur, amma hamı Tahir Salahov götürüb. Tahir Salahovda belə bir şeylər yoxdur. Yəni, uşaqlığı neft qoxulu Xəzər sahilində keçib deyə bir şeylər yoxdur. Yəni, doğru variantımız Maral Rəhmanzadə C variantı olacaq. Yenə də bu heykəllərə baxırıq. Deyir, A hərfi ilə işarələnən heykəlin müəllifini müəyyən edib, həmin rəssamın digər əsərinə uyğunlaşdırırıq. Yəni, müəyyən edirik ki, bu əsər kimindir? Həmin bu əsər
əsərin müəllifinə digərinə uyğunlaşdırıb. Bu əsər İmadəddin Nəsimidir ki, hansı ki Toxay Məmmədovla İbrahim Zeynalov bunu işləyiblər. Deməli, bura baxırıq. İbrahim Zeynalovun burada başqa bir əsəri yoxdur, amma Toxay Məmmədovun var. Deməli, Toxay Məmmədovu müəyyən elədik ki, A variantı, A ilə işarələnən bu əsər Toxay Məmmədovundur və burada da 1, 2 və 4 bunlar hamısı Fuad Əbdürrəhmanova aiddir, amma 3 Səməd Vurğunun heykəli, ağacdan yonulmuş heykəl isə Toxay Məmmədova aiddir. Deməli, B variantımız doğrudur. Bundan öncəki sualda hansı heykəltıraşdan söhbət gedir? Yəni hansı heykəltıraşdan deyir söhbət gedir? Bu da Toxay Məmmədov olacaq ki, hansı ki A hərfi ilə işarələnib və onun digər əsəri də 3-dür. 3 ilə işarələnib. Bu da Toxay Məmmədovdur. 40-cı suala baxıb və yekunlaşdırırıq. Azərbaycan qadınlarının baş örtüsünün altında taxdıqları baş bəzəyi hansı daşlarla bəzədilib? Bu da 5-ci sinif mövzusudur. Burada araqçından söhbət getmir, amma elə bilirlər çox adam ki, araqçındır və mirvari, zümrüd falan götürüblər. Burada nə olacaq? Mirvari yox, zümrüd mirvari yox, yaqut və zümrüd və yaqut daşları olacaq ki, bu da 5-ci sinifdə baxa bilərsiniz ki, baş bəzəyi. Burada baş örtüsünün altından taxılan papaq falan yazmayıb da, yəni baş bəzəyi yazıb ki, bu da zümrüd və yaqut daşlarla bəzədilib. Və artıq biz bitirək, görək nə qədər bal topladıq, yekunlaşdıraq. Bəli, 80 bal topladıq, deməli hamısını düz eləmişik. Bu qədər sadə. Yenə də deyirəm, çox üzr istəyirəm arxa fonda olan səslərə görə. Amma bu şəraitdə də istədim ki, bunların hamısına izah verim, göndərim. Tək-tək bir də izah vermək çətin olur mənə. Hələlik inşallah növbəti sınaqların izahında görüşərik.